Bugün ölkəmizdə Kəlağayı günüdür. Bəli. Bu gözəl İsmət simvolu, xanımlarımızın bəzəyi, kimliyimiz, milli mədəni irsimiz bugün öz 11 illik yaşını qeyd edir. Çünki UNESCO tərəfindən Azərbaycan məhsulu kimi tanınan Kəlağayı uzun illərdir yol gəlir və xanımlarımız müasir cəmiyyətimizdə də bu Kəlağayılara yenə də müraciət edir və xüsusi bunu nümayiş etdirmək istəyirəm ki, hər şey bax bundan başladı. Bəli, Baramadan. bəli. O baramaları bəsləyərək, böyük bir əziyyət, zəhmət çəkərək xanımlarımız ipək əldə etdilər. Sonra isə ipəkdən bax belə gözəl, rəngarəng, təbii ipəkdən alınan Kəlağayılar artıq bizim xanımlarımızın bəzəyinə çevrildi. Sən də bu ipəkdən hazırlanmış Kəlağayılarla dilim tutmur bugün bu söz. Kəlağayı gör nə gözəl rənglərdir, gör nə gözəldir. Biri-birindən gözəl. Çalarlar o qədər sanki adamı nəysə bir qardirob, yenidən qardirob yığmağa dəvət edir də bu Kəlağayılar. Əslində və inanmıram ki, elə bir xanım olmasın ki, onun qardirobunda Kəlağayı olmasın. Mütləq rəngbərəng, müxtəlif mövsümlərə uyğun olan, müxtəlif hətta özəl və bayram günlərinə aid olan Kəlağayılarımız da var ki, düşünürük bu Kəlağayıdan vaz keçməyən xanımlarımız yoxdur və bu Kəlağayılara ərsəyə gətirən kifayət qədər istehsal müəssisələrimiz də var bölgələrimizdə, Bakıda. Bəli. Kəlağayı brendləri də müxtəlifdir. Ancaq onlardan biri, bu gözəl Kəlağayıları bugün zəhmət çəkib bizim studiyamıza gətirən və bizimlə indi söhbətdə olan bir gözəl xanım var studiyamızda. Sevinç Bayramova. Hoş gəlmişsiniz Sevinç xanım, salamlayırıq Kəlağayı sizi. mütəxəssisi. Təşəkkür edirik sizə. Sabahınız xeyir. Sabahınız xeyir. Tək Kəlağayılar, burada dayanan Kəlağayılar deyil. Burada gözəl nümunələr var, eskizlər var. Hətta qəliblər, qəlib deyirsiniz də. Qəliblər. Qədimin neçə yaşı var bu qəliblərin? 200 olar. Oo, tarix var. Hər şey qədimdir, tarixdir. Ümumiyyətlə, Kəlağayılar, gözləntilər çoxdur o söhbətdə. Mən bilirəm ki, nə qədər də danışsaq, bu əlbəttə ki, bitməyəcək. Çünki tarixi də kifayət qədər qədimdir, istehsal sahələri də genişdir və hətta bölgələrimizə nəzər salsaq, elə bölgələrimiz var ki, onlar sırf Kəlağayı istehsalı ilə məşğul olan bölgələrimizdir. Sən çıxam, indi müasir dönəmdə necə düşünürsünüz? Kəlağayının yeri nə qədərdir bizim xanımlarımızın həyatında? Bildiyimiz kimi Kəlağayı Azərbaycan millətinin, Azərbaycan qadının, yəni irsindən, kökündən, qanından gələn bir şeydir. Biz istər-istəməz onu bu günlərə də daşıyırıq və uzun illər, yəni 100 illiklərlə bundan sonra daşıyacaq. Kəlağayının həmişə Azərbaycan qadını üçün sadə baş örpəyi olmayıb, həm də bir sosial anlamı olub. Bildiyimiz kimi Kəlağayılar müharibələr dayandırılıb, Kəlağayılarla yaslar keçirilib, Kəlağayılarla toylar keçirilib, nişanlar keçirilib. Uşaq dünyaya gələndə Kəlağayı istifadə olunub. Həyatımızın ayrılmaz bir parçası olub. Bəli, bəli. Ona görə də zənnimcə heç bu bitməyəcək. Çünki bu bizim qanımızda hopmuş bir şeydir Kəlağayı. Biz o qədər Kəlağayını sevirik ki, ona o qədər anlam veririk ki, hətta bunu UNESCO belə qəbul etdi. Çünki həqiqətən bunun dəyəri, önəmi bizim üçün başqa bir şeydir. Həm də xanımlarımızın İsmət rəmzidir, deyə bilərik belə. Hətta hədiyyə olaraq da çox gözəl bir məhsuldur. Mən düşünürəm ki, ən gözəl bir hədiyyə etmək istəyənlər Kəlağayının hətta ölçülərinə görə, onların formalarına görə adları dəyişik olur, yəni yoxsa ancaq Kəlağayıdır bunlar? Kəlağayı ümumiyyətlə kəl ayağı, kəllədən ayağa bağlayan xanımımızı örpəkdir. Onun anlamı belə gəlir. Bildiyimiz kimi bizim qadınlar, əslində Azərbaycan qadınları, Türk qadınları heç vaxt başı bağlı, yəni dini formada bağlı olmayıblar. Amma örpək həmişə taxıblar və əvvəllərdən xanımlarımız daha hündür boylu, uca boylu olduğuna görə Kəlağayıların ölçüləri 2 metrin 1.60-a olub. Yəni boylarının... Səvinç xanım, bunları ciblik kimi istifadə etmək olar? Bəli, bu kişilər üçün, erkəklər üçün, bəylərimiz üçün cibliklərdir, mən sizin üçün. Bunlar yaylıq kimi də istifadə oluna bilər. Bəli, ola bilər. Yəni, o qədər zərif incədir ki, təbiidir də bunlar ipəkdəndir. Bəli, 100% şəki ipəyidir. Təbiiliyini yoxlamaq üçün belə bir metod da var. Təbii ipək ovuca yerləşməlidir. Baxın, ovucumda qaldı artıq.
yəni bu təbii olduğundan ovuca yerləşir. Yoxlama Hə. metodları çoxdur. Üzükdən Misal üçün. Kəlağayı üzükdən keçməlidir. Gəl baxaq üzükdən Çünki keçəcək. kəlağayının Bu, xam o, mal şəklində ipək Kiçik kəlağayı yoxsa Yox, böyük? yox, böyük kəlağayı. Bax, Üzükdən ki. Bəli, xam mal şəklində onun cəmi 80 qram ölçüsü olur. Cəmi və boyandıqdan sonra görürsüz necə zərif. Boyandıqdan sonra 100-120 qram çəkisi olur. Cəmi. üzükdən keçməlidir. Yəni onun əsl Bizə burada kəlağayı bir olduğu hə burada kamayna artıq olacaq. Bir kamayna olacaq amma bir kamani olacaq, hə. Bəli. İbi yoxdur. Biz onu yenidən qaytaraq öz formasına. Bəli. Yəni ipək kəlağayla düzdür. bir də ipək sap yanmış. Şərq ölkələrinin Belə də yoxlaya əksəriyyəti bilərsiniz. istəyir ki, kəlağayı istehsal eləsin, amma mən düşünürəm ki, bunu Azərbaycan qədər gözəl və nəfis şəkildə təqdim edən başqa Yəni kəlağayının mümkün deyil. tarixçəsinə baxsaq, kəlağayı bir incəsənət növüdür. Bəli. Biz burada Süsən Kəlağayı evi olaraq biz Şəki şəhərini təmsil edirik. Şəki bilirsiniz ki, ipəkçilik, kəlağayçılığın məskənidir və burada yalnız kəlağayından yox, həm ipəkçilikdən, həm də boyaqçılıq sənətindən də söhbət getməlidir. Çünki bunlar hamısı bir-birinə qarışıq bir Sevinç xanım, bunların boyanma prosesi necə olur bazı? Bəs burada qəliblərdən istifadə olunur. Bəli. Naxışlar da. Biz deyirik Bəs digər boyama? basma naxış, basma naxışla, yəni qəliblərin vasitəsilə bu naxışlar vurulur. Gördüyünüz bax bu naxışlar. Boyaya batırıb istifadə Xeyr, edilir. parafinə batırılır. Öncədən parafinə batırılır və onu ağın üzərində bu naxış vurulur. Bu naxış vurulandan sonra parafin həmən tutur. Özünüz bilirsiniz ki, şam əriyən kimi yəni həmən tutur. Sonra o gedir boyağa. Məsəl üçün bu prosesdə məsəl üçün ağ bir ipəyi, sonradan baxın ağın üzərində bu naxışlar götürülür. Sonradan bu çəhrayı rəngə gedir. Və sonra çəhrayıdan sonra yulandan sonra çəhrayının üzərində ağ naxışlar qalır. Bildiyiniz kimi 7 rəngə qədər boyanmış kəlağaylar olur. Bizim orada bir nümayiş edə bilərik. Gedək mərkəzə, gəlin bura Sevinç xanım. Kataloqda da mütləq nümayiş etdirəcəyik sonra, bu haqda da danışarıq. Bu kəlağayımız heyrəti kəlağayısı gedir. Yəni bunun 7 rəngi var. 7 rəngə boyamaq üçün kəlağayını 9 dəfə bu kəlağayın üzərində Ən çətini budur, proses keçir. Bəli. Və həm də naxışı da gördüyünüz kimi çox doldurulmuş naxışla. Sevinç xanım, bunların sizin bax üzərinizdə olan saçaqlıları da var. Onlar Bəli, kəlağayı... mənim üzərimdə gördüyünüz zərgərlik incəsənət növü və şəki kəlağayısı, qədimi şəki kəlağayısıdır. Hər ikisi nümayiş elətdirək, bizim muzeyimizdə yer alır Gözəldir. və gəlib orada şəkil Bax, bunların saçaqlı olması, bu da kəlağayı hesab olunur. Bəli, kəlağayı. Ümumiyyətlə, kəlağayı ipəyi, sortun adı belədir. İpəyin sortun adı belədir, kəlağayı ipəyi və ondan istehsal olunan yəni ipək örpəklərin hamısı kəlağayı gedir. Amma UNESCO qəbul olunan kəlağayının öz xüsusiyyətləri var. 1.50-nin 1.50-yə xalis ipəkdən. Biz zaten şəki ipəyi ilə çalışırıq. 100% şəki ipəyidir. Özünüz görürsünüz necə parlaq, gözəl, yüngül. Bu da şəkildən gəlir, mənim üçün maraqlıdır. Bəli, barama. Barama əslində Azərbaycanın müxtəlif bölgələrində, Zaqatala, Yevlax, bir neçə yerlərdə hardakı tut ağacları əkilir, orada baramalar bəslənir. Onu da şəki kombinatı... Çox əziyyətli bir işdir əslində. Bəli, onu da şəki kombinatı yığır vaxtında və sonradan ondan bax bu cür... Əslində bu su da lazım olur deyəsən bunu toplayanda. İpək artıq burada hazırdır. Burada artıq oradan bir dənəsinə 2 kilometrə qədər sap olur. Birində. Bəli. İnsan tükündən də, baxın, insan tükündən də nəzik bir sap əmələ gəlir. Çox yumuşaqdır. Sonra onu parçaya toxuyurlar və biz isə kəlağayçılar... Sevinç xanım, rənglər də təbiidir yəqin ki. Təbii və müasir rənglər mövcuddur. Bunlar qabığı, sarğan ağacından olan yəni boyaqlar alırıq. Müxtəlif onlar da mövcuddur. Yəni bitki məşəlidir. Bəli, amma müasir rənglənmə boyaqları da var. Bir də kəlağayının rəng formasına görə onların statusla paylanması. Məsələn,
ailə qurmayan xanımlarımızın Subay kəlağayısının xanım, evli xanım. başqa rəngdə olması, bir qədər yaşlı xanımlarımızın bu doğrudanmı belədir? Bəli, elədir. Tək rəngi yox, naxışların da öz anlamı var. Naxışlar da. Yəni hətta bəli, qırağında 2 haşiyə varsa, xanımın 2 uşağı olması deməkdir. Yəni bu Hansıdır? O 2 haşiyəli. 2 haşiyəli. 2 haşiyəli deməli 2 övladının olmasıdır. Bəli, bəli. Hər bir naxışın özünün bir anlamı var. Kəlağayı əməlli başlı informasiya daşıyıcısı. Bu bir uşaq Bilirsiniz, anasıdır onun. Deyilə demək Onlar olar. üçündür. Bu klassik biz artıq bir il ərzində 5 müxtəlif rəssamlarla çalışırıq və özümüzə məxsus artıq qəliblər, naxışlar da düzəltmişik. Kimsə bəlkə bildirmək istəmir kənara, şəxsi həyatı barədə var, universal bir kəlağayı kəlağayı. bilirsiniz necə? Birincisi bizə ipək yolu ilə Çindən gəlib. Kəlağayı sənəti isə batika sənətidir. O da İndoneziyadan gəlib. Sadəcə olaraq niyə onlarda yox? Məsəl üçün Türkiyədə Karsda var, İsfahanda var, İranda, Özbəkistanda, Buxara vilayətində var. Yəni var bu sənət növləri. Amma yalnız Azərbaycanda bunu qarışığın, bir neçə texnikanın qarışığı istifadə olunub, yəni ərsəyə gəlir bu kəlağaylar. Ona görə Azərbaycan kəlağayısı düşüb UNESCO-ya. Yəni biz ona özümüz də o qədər ona Maraqlıdır. bəli, önəm verməliyik. Yəni nə qədər ki bunu Mən istəyirəm digər. Sevinç xanım, gəlin bunu da nümayiş etdirək. Bəli, burada Çünki qəlibləri, bu emalatxanada olan... Bunlar parafinlə vurulan qəliblərdir. Aha, əgər mümkünsə buna Bu dəfə kağıza kameramız vurulub da, yəni. Bəli, biz özümüz qəlibləri vururuq nümayiş etdirmək üçün. Çünki hamısını gətirmək olmur. Burada bir sizin diqqətinizə... Bunlar parafinnəndir. Bəli, bəli, qoşa buta. Yəni bunların hər birinin öz adı var. Damğalar var. Siz bilirsiniz ki, damğalar ailələrin gerb. Bəli, yəni bəli. onların nə təmsil edirlər, hansı ailəyə məxsus olduğu, yəni o da vurulurdu kəlağaya. Ümumiyyətlə kəlağayı qadının bir pasportu idi, belə deyək. Vəsiqə kimi Bəli, onun... şəxsiyyət vəsiqəsi kimi. Kəlağayın daşıyan xanımı artıq onun haqqında hər bir bilgiyə malik idik. Çox gözəldir. Yəni bunları parafini sonra birinci parafin, qaynar parafini vurulur ipəyin üzərinə. Baxın burada, bax bu 7 rəngli kəlağayıda məsəl üçün biz bunu sizə göstərə bilərəm ki, bir neçə rəngdən rəngə gedir. Baxın burada gördüyünüz ağ yerləri birinci oradan götürülüb, ağdan götürülüb. Bayaqki parafindir, bax görürsən. Bəli, sonra sarı yerləri sarağan ağacıdır. Sarağan ağacından gedir boyaqlar. Ümumiyyətlə bütün tünd rəngləri almaq üçün sarağan ağacına ehtiyac var. Yəni qara kəlağayını düzəltmək istəsəniz mütləq sarağan ağacından istifadə edəcəksiniz. Çünki bu bilirik də blokdur bu baramanın tərkibi. O da zülal, o da heç bir şeylə rənglənmir. Yalnız sarağan təbii olduğundan ümumiyyətlə çətindir. Bəli, o da yalnız sarağan ağacı, yəni təbii boyaqlardan tünd rənglər almaq olur. Açıq rəngləri müasir boyaqlardan almaq olur. Sevinç xanım, bir də bunu müşahidə eləmişəm. Təbii ipəkdən olan kəlağaylar hətta özünə diqqət də istəyir. Çünki onlara baxım məsələsi də var. Məsələn, onu çox isti dərəcədə yumamaq şərti ilə, yəni xüsusi 20-25 dərəcə temperatur olan suda paltaryon makinaya atmamaq şərti ilə, yəni əllə yumaq lazımdır. Çünki bu da bilirsiniz bu orqanikadır da, bu yaşayır. Bu bizimlə bərabər də qocalır, bizimlə bərabər yaşlanır. Tarixdə ən çox da Sevinç xanım, siz nəyi bəyənirəm? Biz adətən, mən düşünürəm ki, hər kəs bunu müşahidə eləyib, nənələrimizin, analarımızın ətrini almaq üçün kəlağayını iyləmişik və o ətri almışıq. Çünki o saç ətri informasiyanı çox saxlayır deyə kəlağaylar da demək olar ki, o xanımlarımızın, nənələrimizin ətrini hər zaman o ətri almaq üçün yaylığa müraciət edirik də adətən. Sevinç xanım, bir də bu, gəlin bundan danışaq. Bu kataloqdan çox nəfis tərtibatda. Bu kataloq, bəli, bu kitab Rəna xanım dərc edib Kəlağay üzrə fəlsəfə. Demək olar ki, tarixidir. Bəli, bəli. Kəlağayının tarixi haqqında. Baxın, hətta Ağqara keçmişdə. Kəlağayını məhz UNESCO-ya daşıyan xanım, Kəlağay barəsində çox məlumat verən xanım bu kitabı dərc edib. Bu bizim bir ana kitabımız kimi biz bunu istifadə edirik. Çox gözəldir.
Bu yəqin bir neçə ekzemplərdadır bu, yoxsa ancaq bir kataloqda istehsal olunur? Xeyr, çap edilib, var, var məhsullar. Tariximizin hər parçasında kəlağayı var, baş örtüyü var. Rəsm əsərlərində kəlağayı var. Miniatürlərimizdə də var. Miniatürlərimizdə var. Ümumiyyətlə kəlağayı bizim bu naxışı da bizdə görə bilərsiniz. Bizim ev qədimi kəlağayıların restavrasiyası bərpası ilə və yenisini düzəltməyi ilə də məşğuldur. Eyni zamanda yəni biz onları baxın eyni bu naxışları da yenidən düzəldirik və çox kəlağayıları biraz kopya etmək istəmirik. Ona görə öz naxışlarımızla həmin o kəlağayıları yenidən Sevinç xanım, ənənəvi kəlağayı var ki, burada da gördüm onu. Yəni bunun ilk kəlağayı yəni bu formada olub, yoxsa necə? Xeyr. Adətən kəlağayı deyəndə bu rəng canlanır əksər insanların gözündə. Mən daha çox bunu bizim hələ də bir neçə il öncə nənələrimizdə görürdüm, belə yaylıqları. Bütün Sovet filmlərinə baxsanız, filmlərdə bu cür Bəli. qırağı fəaliyyət biz deyirik buna. Belə bir kəlağayı görəcəksiniz. Bunun nədir özəlliyi? Özəlliyi nədir belə ağ rəngdə olmağı? Belə maraqlı bir anlamı var. Əslində bizim kəlağayılar rəngbərəng olub. Bizim yəni dədə-babadan gördüyümüz Azərbaycan xalqı obalar köç edəndə birinci kəlağayı yerini qurardılar. Bu rəngdə çox dəbdəydi. Bəli, bu bizim 80-ci illərdə xanımlarımızın İnnabu bunun üzərində bunlar da olur. Mən sizə danışım bunun bir tarixçəsini. Bizim kəlağayılarımız çox rəngarəng olub. Çünki biz kəlağayı ilə xanımı bilmək istəmişik ki, hansı ailədəndir, kimlərdəndir, neçə yaşı var, statusu nədir və özü barəsində. Zənginlik göstəricisidir. Ümumiyyətlə, ipək harda var, orada zənginlik var. Yəni, ipək çox ucuz da olmayıb heç vaxt. Həmişə şəkillərin bir deyimi var, deyirlər bir doymaq olmur. Çox da yaraşdı. Şəkillər deyirlər bir onluq alıb atmaqdansa 3 dənə kəlağayı alıb atmaq yaxşıdır. Çünki qiyməti daha çox artır. İpək qaldıqca yəni körlanmır, çürümür və daha da zənginləşir və daha da bahalaşır. Ağ kəlağayının isə, yəni ağ kəlağayını bilirsiniz, ağ bəyazlıq, yəni o cavan qızlara, qız uşaqlarına yəni taxardılar. Sonra Sovet vaxtı özünüz bilirsiniz ki, ümumiyyətlə bizim hamımızı eyniləşdirmək istəyirdilər və icazə vermirdilər ki, xanımlar başlarına örtsünlər və hətta baş örpəyi olan xanımları balnitsalara, klublara buraxmırdılar içəri girməyi. Onlar baş örpəyini açıb, atıb, onları orada yandırırdılar, sonra girməli idilər. Bizim də xanımlar, yəni ağ hamısında eyni olsun deyə çalışırdılar ki, Sovet vaxtı ən çox istifadə olunan kəlağaylardan olub, məqsədli olub və burada bir dənə də tarixi də belə bilmək olar. Məsəl üçün, bu fəaliyyət rəngi biraz da öz daşıyır. Bu naxışın adı buynuzdur, buynuz gedir, haşiyə naxışıdır. Fəaliyyət rəngi isə əslində bizim brendimiz Süsən, bilirsiniz, Süsən gülü fəaliyyət rəngindədir. Şəki şəhərinin simvoludur, Şəki xanlığının simvolu olub. Xan dövründə qonaqları xan qarşılayarkən masanın üstünə Süsən güllərini düzüb. O nə deməkdir? Yəni ki, biz varlıyıq, güclüyük, biz sizi gül çiçəklə qarşılayırıq, amma lazım olsa gücümüzü, sərvətimizi də göstərə də bilərik. Bu anlama gəlib. Bir qədər qayıdaq müasir dönəmə. Həmin o rəngin də yəni bizim həm varlıq, həm zənginlik, həm də ki güclə bizə bunu eyniləşdirmək anlamına gəlir. Sevinç xanım, daha çox indi xanımlarımızın hansı rənglərə müraciəti var? Hansı rəng kəlağaylara müraciət edirlər? Bütün rənglərə, inandırım sizi ki, bütün rənglərə müraciət edirlər xanımlar. Ən çox da toy kəlağayısı bilirsiniz ki, qırmızı kəlağaylar, narıncı kəlağaylar, çəhrayı kəlağaylar, toy kəlağayları alınır. Bizim həyatımızın bir hissəsi olan yaz kəlağayları, onlar həmişə tünd qara və göy rəngdə olunub. Onun da öz anlamı var. Qara kəlağayları yoldaşlarını, həyat yoldaşlarını itirən xanımlar taxıblar. Göy kəlağayları isə taxıblar qardaşlarını itirən qadınlar. Yəni hər birinin öz anlamı var, öz rəngi var.
Bugünkü gün əfsuslar olsun ki, biz alanda bu rəngdən məndə yoxdur deyə alırıq. Amma ki, və naxışlara fikir vermirik. Amma ki, Kəlağayı bir fəlsəfədir. Kəlağayı bir həyat tərzidir. Əlbəttə, söz. Qadınlarımız İnformasiya daşıyıcısıdır. Bəli. Bu barədə mütləq hər zaman Kəlağayı əldə etmək üçün düşünürük ki, hər hansı bir mütəxəssisə də müraciət etmək olar bu barədə informasiya alsın. Sevinç xanım, bizim çox az bir vaxtımız qalır. Biz təşəkkür edirik ki, nə bilim, bu sərvəti gətirmişsiniz bura. Bu gözəlliyi gətirmişsiniz səhər-səhər bizim Biz dəvətimizə görə təşəkkür edirik. Çox sağ olun və biz sizi Şəkidə, istehsalatda, master class, özünüzün öz şəxsi kəlağayınızı düzəltmək imkanınız var orada. Bəli, əlbəttə. Yəqin ki, əsas küçələrdən birində yerləşir. Bəli, Çünki mən olur tez-tez səyahət Yuxarı Baş edirəm. Qoruq ərazisində, Şəkinin mərkəzində, Azərbaycanın incisi olan Şəkidə və Şəki ipəyinin üzərində özünüz öz istədiyiniz kəlağayını və həm də muzeyimizə gəlib baxa bilərsiniz və bütün bu informasiya və bundan da informasiyanı tanış olun. Sevinç Bayramova bugün Kəlağayı mütəxəssisi proqramımızın qonağı idi və bugün Azərbaycanda Kəlağayı günüdür. Məhz noyabrın 26-sı 2014-cü ildə Kəlağayı UNESCO-nun qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil oldu və bu bizim qələbəmiz idi, mədəniyyətimizin qələbəsi idi, kimliyimizin qələbəsi idi. Bəli. Davamlı olsun, 11 il ötür o hadisələrdən, amma yenə də Kəlağayı bizim gözəllik, mədəniyyət və zəriflik rəmzi olaraq öz yerini tutmaqda davam edir. Sevinç xanım, təşəkkür edirik. Çox sağ olun gəldiyiniz üçün. Biz isə davam edirik.